Herkese salam. Bugünkü vlog ev vlogudur. Gördüğünüz gibi bazarlıq etmişik ve onları indi yerbəyer edəcəyik. Mən aldım belə qreçka, düyü, makaron, hər şey bitmişdi ve ona göre hamısını birdən aldım ki evdə olsun. Burada isə mənə qızım kömək edir yerbəyer etməyə. Bir gözü multikdə olduğundan gördüğünüz gibi biraz da dağıtıb. Teze nohud almıştım ve ona göre qalan nohudu istedim ki suda istedim, kaynadım ve marazilkaya koyacağım. Lazım olanda çıxardıb işletmek için. Ve meyveleri yiyorum çünkü ben meyve aldıqda həmişə onları yiyib vazalara koyup stolun üstüne koyuram ki uşaqlar görüb yadına düşüb yesinlər. Eğer belə etməsəm onlar heç vaxt gedib soyuducudan ya da balkona koysam balkondan götürüb yeməyəcəklər, mütləq göz qabağında olmalıdır. İndi isə mən istəyirəm biraz Kiyev kotletini bişireyim və bunun üçün mən əvvəlcədən kərə yağını və kərə yağına göyərti qatmışdım, şüyüt idi əsasında. Onu qatıb marazilkaya qoymuşdum ki o biraz belə donsun və indi onu belə kəsib hər kotletin içine qoyulacaq. İndi isə kotletkanı götürüb belə formalaşdırıram və içine yağı koyuram və bağlayıram. Əllərimi də islatmışam ki əlimə yapışmasın. Sonra belə qəşəng onu yumrulayırıq və tezdən kotlet formasını veririk. Sonradan isə bunları mütləq hamısını eləyəndən sonra yumurta və suxari əlavə edəcəyik üzərinə və bir neçə dəfə yumurtaya salırıq. Sonra suxarini üstündən vururuq ki bu biz onu bişirəndə, qızardanda üstündə belə qabıq kimi olsun və içindəki yağ tökülməsin deyənə. Məndə razmeri böyük oldu və əsil Kiyev kotleti kimi razmerdə oldu və deyim sizə çox doyumludur. Bir kotleti yeyirsən və çox doyursan. Və uşaqlar çox bunu xoşladılar. Mən adətən onlara elə bil ki eləyirdim kotlet. Toyuq kotletinin toyuq ətindən xoşlayırlar. Mal ətindən xoşlamırlar. Ona görə mən onlara üçün həmişə eləyirdim toyuq ətindən. Amma bu kotlet daha da onlara çox ləzzət elədi və daha da çox belə iştahla yedilər. Və unuttum sizə deyim ki kotletləri belə formaya, kotlet formasına salandan sonra onları bir yarım saat qədər buzluqda saxlamaq lazımdır ki onlar tam belə biraz bərksin, buzlansın. Sonradan onları yumurtaya və suxariyə salırıq və bir neçə dəfə yumurtaya və suxariyə salandan sonra tezdən mən məsəl üçün onları qoydum buzluğa. Çünki mən çox etmişdim və hamısını bir gün eləmək mümkün değildi. Mən onları elə bil ki zapas üçün eləmişdim. Zagatovka kimi və ona görə bunu da eləyəndən sonra tezdən onları qoydum marazilkaya. Orada buzlandılar və hər istədiyimdə götürüb çıxardıb yeməyi pişirmək istəyəndə götürürdüm, qızardırdım. Və bir neçəsini sırazı bişirdim. Abed vaxtıydı və qaqraz bu yeməyi bişirdim və çox dadlı olmuşdu. Bişirəndə bu kotletləri yavaş xodda hər tərəfini qəşəngcə qızardırıq və saxlayırıq. Sonra isə krışkanı da örtə bilərik ki içində tanınsın. Çünki kotletlər qalın olduğundan onların içi pişsin deyənə qəşəng yavaş xodda pişirmək lazımdır.
Və ya da siz belə duxovkaya qoya bilərsiniz. Mən duxovkaya qoydum, amma sonradan mən duxovkasız ancaq tavada hər tərəfini yavaş-yavaş qızarda-qızarda bişirdim və mənim belə daha da çox xoşuma gəldi. Və bir də bugün birinci dəfədir bişirirdim. Deməli, kəsmikdən pizza bişirdim. İnandırım sizi, çox dadlı oldu. Çox belə zərif, qəşəng oldu. Bu da həmişəki kimi balaca köməkçim buradadır, kömək eləyir bizə. Deməli, kəsmiyə biz biraz manna atırıq. 1-2 qaşıq, xörək qaşığı. Və elə bil ki, sırnik bişirən kimi edirik. Yumurta qatırıq. Və beləcə onları blenderla biraz xırdalayırıq. Bundan xəmir əmələ gəlir və biraz ələ yapışır. Amma siz belə su qoya bilərsiniz və suda əllərinizi biraz isladıb eləsəz, əllərə o qədər də yapışmır. Belə pizza kimi, pizza formasında eləyirik və üstünə həmişəki kimi pizzaya nə qoyursunuzsa, ürəyinizdən nə keçirsə onu qoyuruq. Və baxın, bizdə belə 2 dənə pizza alındı. Üstünə biz qoyuruq toyuq ətini və üstündən həmişəki kimi Holland pendirini və çox bir gözəl, dadlı bir pizza alındı və həm də çox az kalorisi var bunun əsl xəmir pizzasına baxanda. Bu da pizzamız hazırdır. Pizza evdə hamının çox xoşuna gəldi. Xoşuna gəlməyən olmadı. Ona görə mütləq bu pizzanı bir də təkrarən bişirəcəm. Çox dadlı alınmışdım. Və axşama belə bir ət qutabı bişirdim. Adi xəmir yoğururuq və içinə ət qoydum, ət qutabı bişirdim. Çoxdan uşaqlar üçün bişirməmişdim və onlar çox xoşlayır belə əti. Əslində əti çox belə xoşlamırlar və yemirlər və bir neçə yeməkdə yeyirlər və onlardan biri belə bu yeməkdir. Qutabda çox ləzzətlə yeyirlər əti və əti yesinlər deyənə mən həmişə çalışıram ki, onlar istədiyi bir şey bişirim ki, onda ət də yesinlər. Beləsə, indiki uşaqların çoxsu ət yemir, məcbur eləsən də belə yemək istəmirlər. Qutabı tez olsun deyənə tavada bişirdim. Belə sacda da bişirmək olar. Bu da mənim balaca köməkçim, həmişəki kimi məşğuldur. O da özünə oxlov götürür və yayır. Xəmiri yayır, çox xoşdur belə oynasın. Əslində bu uşaqlar üçün çox və çox xeyirlidir. Belə oyunlar oynasınlar, onlar inkişaf edirlər belə və ona görə anaların səbri çatsa onlara versə daha da yaxşıdır. Həm sakit oynayacaqlar. Düzdür, ondan sonra yığışdırmaq var, amma inanın mənə yığışdırmaq daha rahatdır. Nəinki uşağın inkişafdan qalması ya da ki uşağın bütün günü ağlamağı və qışqırmağı. İndi isə bizdə kəsmikdən biraz qalmışdı pizza bişirəndə və o kəsmikdən biraz həm qutabı bişirəndə orası 1-2 dənə qutab bişirdik və qalanını da belə lavaşın arasına qoyduq. Qəşəng marazilkaya qoydum. İstəyəndə çıxardıb qızardıb. Biraz qutab dadı verir, amma yenə də məsələn belə bir yemək alındı maraqlı. Gördüyünüz kimi bu vlogda bir neçə günü çəkmişəm və burada sizə Temudan bağlamalarımı göstərmək istəyirəm. Bu 3 dənəsi saç üçün zakolka idi. Bu ikisi isə ayaqqabıdır. Bunları həm həyətə geymək olar. Kim istəyir, daşı evdə də geymək olar. Damaşıq kimi də qəşəngdir. Bu isə şalvardır. Özümə zakaz eləmişdim. Bu biraz materialı
Sintetikdir, amma əynində çox gözəl qalır. Aşağısı da belə rezinkadadır. Bu isə deməli koftadır. Belə kofta zakaz eləmişdim özüm üçün. Yuxarısı ağdır, aşağısı isə qara və qayışı da var. Bu da əynində çox gözəl qalır və material da çox qəşəngdir. Bu isə qızım özünə sifariş edib. Qızım ancaq sport stilində geyinir hal-hazırda, çünki yeni yetmədi. Onlar üçün indi ən əsası rahatlıqdır və rahatlığa qaçırlar deyənə belə bir sport stilində özünə zakaz etmişdi. Bu da şalvar, bu da sport stilindədir. Bu isə koftalardır, mayka kimi. Bunların pencəyin altında ya da hansısa jaketin altından geyinmək olur. Və kim yayda elə belə də geyinirsə, belə açıq, belə də geyinə bilər. Çox gözəldir. Deməli, pambıqdır və hər rəngi var. İndi isə mən istəyirəm sizə göstərim mənim evim nə gündədir. Hamısı dağılıb. Çünki indi yanıma gəlmişdi uşaq və mən ona məşğul olurdum. Gedəndən sonra istədim buraları yığışdırım və bu komodun içini boşaldım. Və bu komoda bu oyuncaqları yığım. Çünki hər dəfə uşaq gələndə mənə onlar lazım olur. Mən onları çıxardıram, oynayıram uşaqla və əlimin altında olsa belə çox rahat olardı ki, götürüb qoymaq çox tez olsun. Və indi mən bu komoddakı hər şeyi çıxardıram, komodun içini silirəm və bu vəsaitlərimi bura yığıram. Bununla bugünkü videom bitir. Hər kəsə çox sağ olun ki, axıracan baxdınız və abunə olmağı unutmayın.